Mən də bütün Xocalılar kimi, mən də bu Xocalının ağır faciəli günlərini görmüşəm, çəkmişəm. 5 il biz burada mühasirədə olmuşuq. Gecələr bax bu da Kuruqunu dağların üstündən atırdılar. Atanda körpə qundağımı qucağımda götürüb, qaçıb betonla yer düzəltmişdik, girirdik ora hamımız. Orada qalırdıq, sakitçilik çöhnəyəndən sonra durub çıxırdıq orada. Beləliklə mənim burada, bu Xocalıda mənim körpəmi həmin onlar atdıqları o raketin bəlasına düçar oldu mənim körpəm. 2 yaşında övladım, oğlum. 90-cı ildə anadan olmuşdu o uşaq. İlk dəfə ürəyimi onda yaralandı. Sonra mənim buradan 5 şəhidim var. Yoldaşım, qardaşlarım, 2 dənə qardaşım, bir qardaşım oğlu, övladım. Buradan necə Xocalılar zədə alıb, yaralanıb, o meşələrə pürüzgar olublar, elə də mənim çəkdiyim əzablar, əziyyətlər olubdur. Mənim anam, yoldaşım, qardaşımın biri meşədə snaperlə vurublar. Bir qardaşım da yoldaşımla əskərəndə girov götürüblər. Bir qardaşım oğlum, 4 dənə xalam oğlum, xalamı, hamısını bir yerdə götürmüşlər əsirliyə. Oradan mənim qardaşımın oğlunun da meyidi gəldi, yoldaşımın da meyidi gəldi. Öldürdülər, içəridə verdilər. Anam dedi ki, bala gətir qoy bura, tək qoyma evdə. Getdim anamgildə idim. Anamgildə bu gəldi, qardaşımı, ölən qardaşım, meşədə itkin düşən. Gəldi dedi ki, hazırlıqlı olun. Mən ola bilər qaydaram, ola bilər qayda bilmərəm. Vəziyyət pisdir. Elə tökülər gülləni, dəyişət. Birdən hələ ondan əvvəl 4 bir yandan nətər belə, bax, Kuruqunu görürkən dağ var, bu Boz dağından, oradan, nətər o yuxarıdan Metkənd deyilən yer var. Bombardıman eləyirdilər, dolu yalan dəyərdə, patron əvəzinə, patronu elə tökürdülər, güllə elə tökülürdü. Atamgilin qapısında bir dənə tut ağacı var, atam onu əkib o vaxtı, indi də durur o tut ağacı. O tut elə hamısı güllədir. Bu dəqiqədə durur o tut ağacı. Saat 3'ə kimi gördük ki, bu atışma dayanmır. Demək, cəmaət çıxıb gedirmiş. Yavaş-yavaş kətdən çıxmışmış da. Kimisi qaçıb ora girib, bura girib. Elə atışma olanda gizlənirdi cəmaət orada, burada. Güllə dəyməmək üçün. Gördük ki, evimizin üstünə elə bir dolu yağır. Anamgilin evin üstü elə bir dolu yağır. Heylə güllə tökülürdü. Durduk, çıxdıq oradan kəndin, qapıdan çölə çıxanda gördük ki, kəndin içində BTR gəlir. Bu bədbaxt bizə dedi ki, çəpərdən, ancaq çəpərlə. Qonşunu çəpərin yara, buradan belə gəlib kəsədən bura çıxmalıyıq. Qonşunu çəpərlə dedi, yola çıxmaq mümkün deyil. Tanklar, BTR hamısı kənddə gəzir. Çəpərlərin yara gəldik, məktəbin həyətinə keçdik, Qocalının məktəbinin. O məktəbin həyətindən də belə çay var, bax o axan çayımız var, ora yol yenirdi. Gəldik ora. Yendik ora, çayın içi ilə gəldik dəmir yolun yanına. Dəmir yola çatandan sonra gördüm da mən gedə bilmirəm. Taqətim yoxdur. Dedim ki, mən gedə bilmirəm. Mən də yerdən durub gəlmişim, nasazı idim. Dedi ki, yox, nə inirsən, elə dur. Dedim ki, yox, siz gedin, mən gedə bilmirəm. Dedim ki, mən bax bu dəmir yolla düz gedəcəm Ağdama. Bunlar getdilər, nəsə dedim ki, mən sizdən tez çatacağım, gedin. Gəldim o dəmir yolla biraz gələndən sonra, bu əskərənin yoluna az qalmış. Bizdə bir dənə kişi qalırdı. Malbəylidən keçib gəlmişdi. O kişinin bizim uşaqlar gedib çayın qırağında qalmışdı. Keçə bilmirdi. Uzun qara kişi idi. O 90 yaşında gəldi Ağdamda rəhmətə getdi. Qisməti yox imiş də yəqin ki. Gəldim bir xeyli əskərənə qalmış. Gördüm orada projektorlar işləyir. Belə fırlanır, işıq gəlir, gedir, gəlir, gedir. Bu kişi həmin dəmir yolun üstündə oturub.
Kişinin adı yadımdan çıxıb Mahmududur, nə idi bilmirəm. Dedim ki, niyə burada oturmuşsan? Dedi, bala işıq yanır orada. Keçmək mümkün deyil. Gəl görək nə tər gedirik. Nəysə gəldik, kişi dedi ki, gedək. Bu kişi ilə mən biraz getdik, gördük ki, işıq fırlanır, projektorlar fırlanır orada. Kişi dedi ki, gəl düşək dəmir yolunu o üzünə bala. Kişi də yaşlı adamdır, arıq bir kişidir, əyilib beli saldı. Dedi, düşək dəmir yolunu özünə, o qrabilli yer var, dəmir şeyin böyle, orayla sürünə gedək. Dedim, gene ışıq üstümüzə düşəcək. Dedi, gəl, elə ışıq gələndə gizlənərik, ışıq keçəndə atlayarıq. Bu kişi dedi, of, ışıq hara hərlənirsə biz orayla getməyək. Işıq o üzü tutmayacaqdı. Dəmir yolun belə hündür yığıblar, o üzü şeydir. Dedim, əşi canımın canı çıxsın, cəhənnəm olsun, onsuz da ölümdür. Sürünətdə, ancaq dəmir yola ehtiyacımız vardı ki, oradan tuta gedək də. Meşiyə mən girsəydi, 5 addım da gedə bilməyəcəkdi. Getdik o kişi ilə o dəmir yolunu qırağı ilə, əylə getdik biraz. Gedəndən sonra işıq gələndə əyilirdi, işıq belə fırlanıb gəlincək gedirdik. O zülümdən keçdik. Keçdik, elə biraz o tərəfə getmişdik, gördüm ki, nəysə bir şey, isti şey buradan nə tər keçdisə, elə bil məni yandırdı. Elə bir şey. O atdıqları güllə məni tutub. Bizi atmayıblar, onu kiməsə atırmışlar, bəlkə bizi tutub, bilmirəm. Amma kişi məndən biraz arxadaydı. Kişiyə dedim ki, məni vurdular deyəsən. Dedim, nəsə bədənim istiləndi, ya yerdən nəsə madə idi, ya da nəsə oldu. Dedi, yox bala, gedək. Bir zülümlə oranı keçdim, getdik biz Əhmədavarlar deyirdilər, nə deyirdilər? Əhmədavar deyirdilər də, Ağdamın şeydə, Qaracı qəbristanlığından keçəndən sonra. Qaracı qəbristanlığından keçəndən sonra o qəbristanlığın yanında bizi götürdülər. Uşaqlar vardı orada. Qəbristanlığın elə biri üst üzü idi, bir alt üzü. Əskərənin o tərəfinə keçəndən sonra Qaracı qəbristanlığının yanında bizim Allahverdi'nin uşaqları da. Oradan bizi gördülər, yavaşca bir oğlan gəldi. Dedi, Xocalısınız? Dedim, hə, bizi götürdülər. Götürəndən sonra dedim ki, elə bil məni vurublar, deyəsən. Dedi ki, gəlin götürəcək. Kişini də məni də götürdülər. Deyir, nə yaxşı keçə bildiniz burada? Dedi ki, o işıq hərləndikcə biz qaranlıqda oturduq, keçdik, işıqda oturduq. Qaranlıqda keçdik, işıqda oturduq. O dəmir yolun qırağı ilə elə iməkli daşdıqları. Dizlərim indi də, dizimin şişələ bax, çəkilməyib. Çoğun bax belə yığılıb, qan yığılıb. Getdik, nəysə bizi götürdülər, apardılar. Dedilər, aparaq xəstəxanaya. Dedim, yox, xəstəxanaya aparmayın. Məni qohumayıb var, ora aparın. Bir sutka sonra anamı getdilər, anam gəldi. Anam dedi ki, bala, o deyil, içərdədirlər. Öldürdüklərini öldürüblər, öldürmədikləri də içərdədir. Getdilər onların da cəsədi. Martın 3-ü torba, ikisi gətirdilər. Dedilər ki, əskərəndəki meyitləri verirlər. Maşınla elə çəkili şəkillər də var. Üst-üstə çırpı kimi hamısı yığmışdılar, gətirmişlər. Ağdam mecidir. Biri yoldaşımdır, ikisi qardaşımdır. Ortadakı oğlumun şəkili, balaca vaxtının şəkilidir, ayrı şəkili yox idi son vaxtlarında.